Bu hədisin mənası nədir? Hər gün Aşura, hər yer Kərbəla. Hədisdir. Hər gün Aşura, hər yer Kərbəla. Bu məşhur hədisdir, eşitmisiniz də? Elədir ya. Bu hədisin mənası nədir? Hər gün Aşura, hər yer Kərbəla. Necə hər gün Aşura ola bilər? Muharrem ayının 10-u ildə bir dəfə olur. Bir dəfə hər ildə Muharrem ayı olur. Muharrem ayının 10-u da yenə bir gün olur. Necə Muharremin 1-i də, 10-u da, 20-si də, Səfər ayı da, Zilqədəsi də, Zilhiccəsi də Aşura ola bilər? Cavabı budur. Hər gün dünyada haqq tapdanır. Hər gün dünyada zülm olunur. Və hər yerdə. Harda zülm olursa, harda zalim varsa, məzlum əzilirsə, ora Kərbəladır. Hərçənd bu, İraq adlı məmləkətdə yerləşən Kərbəla torpağından başqa bir adda olan məmləkət olsun, məntəqə olsun. Ora Kərbəladır. Hər yer Kərbəladır. Və hər gündə Aşuradır. Hansı gündə haqq tapdanırsa, həmən gün, hansı gündə zülm, tüğyan eləyib, hökmranlıq eləyirsə, o gün elə Aşuradır. Bu günlərə baxanda elə deyə bildik ki, dünyamızda həqiqətən də bu hədis öz təsdiqini tapır. Dünyanın hər bir yeri demək olar ki, Kərbəladır. Və hər günü də Aşuradır.